Bismillahirrahmanirrahim. Fəzaya düşmək, mühitə düşmək, auraya düşmək, mühit yaratmaq. Bunun müsbət tərəfi də var, mənfi tərəfi də var. İnsanlar müsbət mühitdə yarada bilirlər, mənfi mühitdə yarada bilirlər. Məsələn, bugün dünyamızda günah eləmək çox asanlaşıb. Çünki günah üçün kifayət qədər imkan var, mühit var, yaxşı şərait var. Məsələn, bir kişinin bir xanıma yaxınlaşması problem deyil. Bir çox bariyerlər, maneələr, pərdələr aradan qaldırılıb. Bir qadının müəyyən işlərlə məşğul olması problemin statusundan çıxıb. Və ya görsən, Ramazan ayında müsbət mühit olur. Hamı oruç tutmaq istəyir, hamı iftar vermək istəyir. Görürsən, yay fəslində çimərlik mövsümü gəlir, günah mühiti asanlaşır, hamı günah eləmək istəyir. Məhərrəm ayında Əhl-i Beyt sevgisi üçün münbit şərait olur, mühit yaranır. Müsbəti də var, mənfisi də. İndi Allah Teala özü haqq hesab edəcək, müsbət mühit yaradana mükafat verəcək, mənfi mühit yaradana cəza verəcək. Bizim mövzumuz bu deyil. Bizim mövzumuz budur ki, müsbət mühit kifayət edir ya yox. Sonra Məhərrəmlik ayıdır. İndi bir-iki aya gəlib çatacaq inşallah. Hamı Əhl-i Beytdən danışır, hamı məclislərə gedir, əzadarlıq edir, moizələrə qulaq asır, Quranlar oxunur, məclisələr oxunur. Bu kifayətdir ya yox. Və yaxud Ramazan ayı gələndə, inşallah gələn il Allah nəsib eləsə, hamının oruç tutmaq istəyi var. Bu kifayətdir ya yox. Bizə ləzzət verir ya yox demirəm. Çünki o ləzzətlidir də, insanlar adi halda tək başına mənəvi olmaq çətin olur insanlar üçün, bizim üçün. Amma belə vaxtlarda, Ramazan ayında, Məhərrəm ayında, Həc mövsümündə, Qurban bayramında və s. və ilə ya cümə cəmaat namazlarında, belə vaxtlarda daha asan olur. Məsələn, 44 günlük müharibədə şəhadət qapısı açılmışdı, şəhidliyə aktuallaşmışdı, Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Bir münbit mühit yaranmışdı, şərait yaranmışdı ki, gənclərimiz şəhadətə meyillənsinlər. Şəhidlik bir arzuya çevrilmişdi. İndi o yoxdur, o mühit getdi, var idi onda. Bu mühitlərdə qalmağın özü kifayətdir ya yox. Hər il Məhərrəm ayı gəlir, Ramazan ayı gəlir. Bunların gəlişi çox xeyirlidir, faydalıdır, ləzzətlidir və s. və ilə. Amma bunu biz necə dəyərləndirək? Elə hər il gəlib getsin, elə müəyyən vaxtlarda bu aura yaransın, sonra bitsin. Mövzumuz budur. Əzizlər, müsbət mühit yaratmaq, münbit şərait yaratmaq çox vacibdir. Çox vacibdir. Asan da deyil. Maneələr çoxdur, əngəllər çoxdur. Lakin bu mühitin həm qorunması daha vacibdir, həm də bu mühitin şəraitindən faydalanıb dərinliyə getmək daha vacibdir. Salım Ramazan ayıdır, orucluqdur, hamı oruç tutur, adam meyillənir oruç tutmağa, çox gözəl. Bu orucluq Ramazan ayının münbit şəraitindən faydalanıb, bu şəraiti insan özü üçün başqa aylarda da qursun. Bu olar Ramazan ayında yaranmış münbit şəraitdən maksimum faydalanmaq. Məhərrəm ayı gəlir, Əhl-i Beyt sevgisi. Məhərrəm ayı çıxdıqdan sonra da
Adam Əhl-i sevgisini həyatında müəyyən rituallarla aktuallaşdırsın. Onların yolunu getməyə çalışsın. Bu daha vacibdir. Həm qorumaq, Ramazan ayının mühitini qorumaq, Məhərrəm ayının mühitini qorumaq və s. və ilə. Həm də onu həyatımızın mərkəzinə doğru itələmək, mərkəzinə doğru sövq etmək və orada onu yerləşdirmək. Həyatımızın mərkəzində Ramazan ayı olsun. Həyatımızın mərkəzində şəhadət olsun. Həyatımızın mərkəzində Məhərrəm ayı olsun. Hüseynçilik həyatımızın mərkəzində olsun. İmam Sadiqçilik həyatımızın mərkəzində olsun. Bu daha da vacibdir. Münbit şərait deyirik. Münbit yəni cücərmək üçün, inkişaf eləmək üçün, rüşd eləmək üçün lazımi şərait. Bu şərait nə üçündür? İnkişaf eləmək üçün. Əgər biz inkişaf etməsək, elə yerimizdə saysaq, düzdür ki, bu mərasimlərdə iştirak etməyənlərdən daha yaxşıyıq əməllər baxımından. Amma bizə lazım olan maksimal fayda gəlmir. Alimlərdən biri çox gözəl deyirdi. Deyirdi, bu əyyamullah ki var, Ramazan ayı, Məhərrəm ayı, Həcc mövsümü, Qurban bayramı və s. və ilə axır, cəmaət cümə namazları. Bunlar Allah Taala'nın atdığı torlardır. Bir balıqçı necə tor atır suya ki, o torda qala biləcək iri balıqlar düşsün. Allah Taala da tor atır bu aylarda, bu əyyamullahda ki, kim böyüyüb o düşsün bu tora, Allah onu çəksin, qaldırsın öz mənəvi mühitinə ki, orada və həsnə ulaikə rəfiqa var. Çox gözəl dostlar var. Peyğəmbərlər, siddiqlər, şəhidlər, şahidlər, salihlər. Onların sırasına daxil olmaq. O da böyümək lazımdır o tora düşmək üçün. Allahın atdığı balıqçı toruna düşmək üçün lazımı inkişaf, rüşd, böyümək lazımdır. Bu böyüməklər həmin o münbit mühitlərdə, münbit şəraitlərdə baş verir. Ona görə biz iki iş görməliyik. Həm o günlərin, o ayların, o mərasimlərin qədrini bilməliyik ki, qədrini bilməyin yolda qorumaqdan keçir. Yad ünsürlərdən, təhqirçilərdən, tənqidçilərdən yox, təhqirçilərdən, məntiqsizlərdən qorumalıyıq. Həm də bunun adı münbit şəraitdir. Münbit şərait bir ağacın lazımi səviyyədə böyüyüb bəhrə verməsi üçündür. Biz özümüzü ağac hesab etsək, gül, çiçək hesab etsək, biz həmin o münbit şəraitdən faydalanmalıyıq. Yoxsa sadəcə münbit şəraitin olması yaxşıdır, amma kifayət qədər deyil. Allah bizi öz nəfsimizdən və şeytanın şərrindən qorusun.